Axşamınız xeyir olsun. Aranızda yəqin ki, Azərbaycan-Macarıstan maçını, yoldaşlıq görüşünü izləyənlər oldu. Necə dəyərləndirdiniz bax bu oyunu? Artıq Azərbaycan millisinin başına tanınmış baş məşqçilər gətirilir və bunun heç bir faydası olmur. Səbəb nədir? Şərhlərdə yazın, zəhmət olmasa bir müzakirə eləyək şərhlərdə. Niyə biz məğlub oluruq həmişə? Bunun səbəbi nədir? Bax, bunu hələ də indiyə qədər Azərbaycanlı mütəxəssislərdən kimsə açıqlaya bilməyib. Milyonlarla vəsait ayrıldı AFFAdan, baş məşqçi gətirildi, Portuqaliyanı çempion edən Santuş gəldi Azərbaycana, yenə də mümkün olmadı. Mən düşünürəm ki, Azərbaycanda rayon, qəsəbə, kəndlərdə futbolun inkişafına o qədər də önəm vermirik və nəticəsi budur ki, illər keçməsinə baxmayaraq Azərbaycan millisi bir uğur əldə edə bilməyib. Şərhlərdə yazın, başqa heç nə deyə bilmirəm, sözüm yoxdur.